Həsən müəllim, Ramazan ayının fitrə zəkatı vacibdirmi? Bəli, fitrə zəkatı vacibdir. Çünki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm kasıblara yemək olsun deyə oruclunun da oruc əsnasında xoş olmayan şeyləri söyləməsinə kəfarə olsun deyə fitrə zəkatını vacib qılmışdır. Böyük olsun, kiçik olsun, qadın, kişi fərq etməz. Bir müsəlmana bayram gününə yetəcək qədər ərzaqı varsa, geriyə qalan ərzaqlardan fitrə zəkatı çıxartması vacibdir. Hənəflərə görə isə fitrə zəkatının şərti digər zəkatlarda olduğu kimi zənginlikdir. Yəni kim əgər bildiyimiz əsas zəkatı çıxardacaq qədər zəngindirsə, o şəxs Ramazan ayının fitrə zəkatını da çıxartmalıdır. Soruşula bilər ki, bəs bu fitrə zəkatını kimlər və yaxud kimlər üçün çıxartmaq vacibdir? Bu haqda söyləyək ki, Ramazan ayında kim bir müddət belə olsa, həyatda olmuşsa, yaşamışsa və Ramazan ayının son gününün gün batanına kimi və yaxud səhər sübh namazına kimi həyatda qalmışsa, onlar üçün fitrə zəkatı çıxarılmalıdır. Qeyd eləyək ki, hələ ana bətnində olan körpə uşaqlar üçün fitrə zəkatı çıxartmaq vacib deyil. Ailə başçısı olan ata özü və himayəsində olan ailə üzvləri üçün, ailə fərdləri üçün fitrə zəkatı çıxara bilər. Ələlxüsus da əgər ailə üzvləri, ailə fərdləri kasıbdırlarsa, özlərinin müstəqil ailələri, müstəqil büdcələri yoxdursa, onlar üçün ailə başçısı olan ata fitrə zəkatı çıxara bilər. Fitrə zəkatını bayram namazına qədər çıxartmaq müstəhəbdir, bəyəniləndir. Əgər kimsə bayram namazına qədər fitrə zəkatını çıxara bilməmişsə, o bayram namazından sonra mütləq bu zəkatı çıxartmalıdır. Çünki bu bir borcdur və onun boynunda qalmış olacaq. Hənəflərə görə fitrə zəkatını Ramazan ayı girdikdən sonra ilk gündən etibarən çıxarmaq mümkündür. Lakin digər alimlərə görə fitrə zəkatını bayram namazından öncə və yaxud bayram namazında bir neçə gün qalmış çıxartmaq olar. Təbii ki, bu sonuncu görüş müəyyən insanlara daha uyğundur. Ələlxüsus da əgər kimsə öz fitrə zəkatını rayondakı kasıb qohumlarına göndərmək istəyirsə və yaxud uzaqda yaşayan hər hansı bir insana göndərmək istəyirsə, onun üçün bu görüş daha uyğundur. Doğrusunu Allah bilir. Və sallallahu əleyhi və səlləm Muhammed.